Salam əziz izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda 10 dəqiqədə hazırlayıb bişirə biləcəyiniz asan bir piroq reseptini sizinlə paylaşıram. Sobasız, mikser işlətmədən piroqu tavada hazırlayıram. Elə tavanın içində ərzaqları qarışdırıb bişirirəm. Belə gördüyünüz kimi yumşaq, dadlı bir piroq alınır. İndi keçək piroqun hazırlanma qaydasına. Piroqu hazırlamaq üçün tava götürmüşəm. Tavanın dibinə qədər qalın olsa, o qədər yaxşı olar. Ərzaqları ilə tavada qarışdırıram. Bunun üçün tavaya 9 xörək qaşığı süd, 2 ədəd yumurta, 6 yemək qaşığı bitki yağı, 5 dolu təpələmə xörək qaşığı şəkər tozu, 1 paket 5 qram da vanil əlavə eləyəndən sonra bu ərzaqları elə tavanın içində spatula ilə qarışdırıram. İstifadə elədiyim tava yapışqan olmadığı üçün dibinə kağız sərmirəm. Əgər sizdə tava yapışqan olarsa, onda yağlı kağız sərsəniz daha yaxşı olar. Piroq üçün mən diametri 26 sm olan tavadan istifadə elədim, amma İstəyə görə diametri 24 sm olan tavada da bu piroqu bişirmək olar. Unu ələkdən keçirdirəm. Bunun üçün ələyə 200 ml stəkanla 1 stəkan yarım un tökürəm. Üzərinə 1 paket 10 qram qabartma tozu, 1 dolu xörək qaşığı da kakao əlavə eləyirəm. Un qarışımını birdən əlavə eləmirəm. Elə videoda göstərdiyim kimi 2 dəfədən hissə-hissə ələkdən keçirdib qarışdırıram. Əvvəl bir hissəsini ələkdən keçirdib, qarışdırandan sonra qalan hissəni də ələkdən keçirdirəm. Hissə-hissə əlavə eləyəndə onu da qarışdırmaq da asan olur. Un içində topak şəklində qalmır. İstifadə elədiyim ərzaqların miqdarını videomun açıqlama bölümündə də qeyd eləmişəm. Belə gördüyünüz kimi hamar bir xəmir alındı. Tavanın kənarlarında qalan xəmirləri spatula ilə təmizləyirəm. Bu qaydada hazırlayıb qapağını örtüb qazda bişirirəm. Bişərkən piroqun altı vurmasın deyə çay dəmlədiyim dəmiri tavanın altına qoyuram. Tavanı qaza qoyub piroqu bişirirəm. Piroqu qazın ən aşağı xodunda bişirmək lazımdır. Piroq artıq bişməyə başlayır. Piroq artıq bişdikcə qapağın kənarlarında su damcıları əmələ gəlir. Ona görə qapağı götürüb su damcılarını salfetka ilə silirəm. Piroq tam hazır olana qədər 2-3 dəfə qapağı götürüb kənarda əmələ gələn su damcılarını silmək lazımdır ki, su tavaya axmasın. Siləndən sonra yenə tavanın qapağını örtüb bişirirəm. Ara sıra baxıram. Yenə kənarlardan su damcıları əmələ gəldikcə qapağı götürüb salfetka ilə silirəm. Piroq tam bişənə qədər bu qaydada su damcılarının hamısını silmək lazımdır. Bu arada piroq bişəndən sonra üstünü nəmləndirmək üçün stəkanın başından 2 barmaq aşağı qaynar süd götürmüşəm. Üzərinə 1 xörək qaşığı şəkər tozu əlavə eləyirəm. 1 çay qaşığı kakao, yarım çay qaşığı da kofe əlavə eləyib yaxşı-yaxşı qarışdırıram. Şəkər tozu əriyənə qədər yaxşı-yaxşı qarışdırıb qoyuram bir kənara, qalır tam soyuyur. Bu artıq 3-cü dəfədir. 3-cü dəfədə yenə qapağı götürüb su damcılarını silirəm. Əlimlə yoxlayıram. Piroq artıq demək olar ki, bişib, ələ yapışmır. Belə olduqda qazı söndürüb ocaqdan götürürəm. Piroq demək olar ki, təxminən yarım saata bişib hazır oldu. Belə gördüyünüz kimi piroqum yaxşı bişib, ələ yapışmır. Çox gözəl piroq alınıb. Süd qarışımı artıq tam soyuyub. Piroq isti-isti süd qarışımını piroqun üstünə əlavə eləyirəm hamısını. Qoyuram, qalır. Tam soyuyana qədər özünə çəkir. Kənarlarından çöplə deşikləyirəm ki, südün hamısını özünə yaxşı çəksin. Elə bunu əvvəldə eləmək olar. Amma mən elə sonra deşiklədim. Tam soyuyandan sonra piroqun üzərinə
Glazur da əlavə eləmək olar, şokolad yağı, bişmiş qatlaşmış süd öz zövqünüzə görə əlavələr eləyə bilərsiniz. Sonda piroqun üzərini qoz ləpəsi ilə, bir də çiyələk ilə bəzəyirəm. Blenderdən keçirdiyim qoz ləpəsini piroqun üstünə səpirəm. Səpəndən sonra xəmir kəsənlə elə tavanın içində piroqu doğrayıram. Əvvəlcə 4 hissəyə kəsib, kəsdiyim hissələri də yenə 2 yerə bölürəm. Sonda üzərini doğranmış çiyələk ilə bəzəyirəm. Siz öz zövqünüzə görə piroqun üstünü istənilən meyvə ilə bəzəyə bilərsiniz. Belə gördüyünüz kimi piroqum artıq hazırdır. Görünüşü də çox gözəldir. Bir yarım saat gözlətdikdən sonra artıq kəsib süfrəyə vermək olar. Asan bir piroq reseptidir. Gördüyünüz kimi çox qab bulaşdırmadan elə ərzaqları tavanın içində qarışdırıb piroqu bişirdim. Çox gözəl də piroq alındı. Tavadan da çox rahatlıqla çıxır. Heç bir dağılma olmur. Əgər siz də sobasız tavada belə gözəl piroq hazırlamaq istəyirsinizsə, onda bu reseptlə çox asanlıqla, fərqli içliklərlə belə gözəl piroq hazırlaya bilərsiniz. Hazırlayacaq olan hər kəsə öncədən nuş olsun deyirəm. Əgər bu videomda sizin üçün faydalı oldusa, izlədikdən sonra bəyənməyi, dostlarınızla paylaşmağı, şərh bölümündə öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Sağ olun, yeni videolarda görüşənədək.